Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşan ailələrdən ibarət köç karvanı Qaradağ rayonundan yola düşüb. Bu mərhələdə kəndə 207 nəfər olmaqla 50 ailə köçürülüb. Qarabağa böyük qayıdış prosesi davam edir. Bugün daha 50 ailə Ağdamın Kəngərli kəndinə, öz doğma yurd yuvalarına qayıtmağın sevincini yaşayırlar. Biz öz kəndimizə qayıdırıq, öz vətənimizə, əsasda vətənimizə qayıdırıq. Qəhrəmanlarımızın vətəninə qayıdırıq. İllərin vətən həsrəti sona çatır. Gözlərində sevinc, ürəklərində isə doğma yurda dönüşün həyəcanı var. Uzun illərdən sonra vətən torpağına qovuşurlar. Bəziləri üçün bu yeni həyatın başlanğıcı, bəziləri üçünsə keçmişə atılan addımdır. Çox xoşbəxtəm Ağdama getmək üçün. Ora mənim nənəmin, babamın öz yurdudur. Nəvəm kimi mən də çox sevinirəm ki, dünən ağlaya-ağlaya çıxdığım o vətənə və atamın məzarını görməyə gedirəm. Oradan çıxanda atamla, anamla çıxmışam, indi ailəmlə qayıdıram. Bugünkü gün şükür Allah tikiblər, qruplar yaradıblar, gedirik öz torpağımızda yaşamaq. 32 ildir çıxmışıq, indi də qayıdırıq vətənimizə. Allah heç kəsi vətənsiz eləməsin. Doğma torpağımıza qayıdırıq. Doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb. Köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərinə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır. Fidan Səfər, Bəkir Həşimov, Spais xəbər.